Azərbaycan musiqisində son dövrlərdə çox problemlər var. Bunu keçən verilişdə də danışmışdıq. Nə edə bilərik? Milli musiqini təbii ki, qorumağa çalışırıq, bacarırıq, müharibə aparırıq, onunla bağlı mübarizə aparırıq. Kütlənin daha çox rəğbət göstərdiyi musiqi hansı janrdan formalaşıb hal-hazırdakı vəziyyətini alıb? Bizi dinləyənlər arasında musiqiçi olmayan insanlar da var. Mən durub terminlərlə danışmağım düzgün olmaz. Musiqili meyxanalar da heç olduğu kimi o formada deyil. Yəni bəsitləşmə gedir orada da. Biri eləyir, baxır ki, hə, tutdu, tanındı, populyarlaşdı, fikirləşir ki, elə deməli bu yolla getməliyəm də mən də. Mənə mahnı lazımdır. Necə mahnı? Şahin oxumuşdu, filan mahnı var idi. Nə bilim, tutaq ki, Ay Gözəl Qız adlı mahnı. O mahnının kopyasını, o mahnıya oxşayan bir mahnı yaz. Neyniyək ki, bu zövq formalaşsın? Yaradıcılığın 70-80% kommersiya üzərində gedir. Yəni mən özüm də baxıram ki, düz deyirlər də. Yəni bu nə oxumaqdır? Keyfiyyət yox, oxumaq yox.